Bu il 491 nəfərin diplomu tanınmayıb. Bəzi vətəndaşlar müraciət edərək şəhadətnamələrin şəxsi kabinetdə əks olunmadığını bildirirlər. Araşdırmalar nəticəsində məlum olur ki, təqdim olunan sənəd saxtadır. Saxta diplomlar illər əvvəl müəyyən şəxslər tərəfindən təqdim olunub. Bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov saxta diplomlarla bağlı məsələyə münasibət bildirərkən deyib. 3480 müraciətə münasibətdə 2989 müraciətlə əlaqədar müsbət qərar verilmiş və 491 müraciət təqribən 14% edir, imtina qərarı verilmişdir. Sözsüz ki, imtina sözü xoş deyil. Yəni bu mənada onun arxasında insanların çəkdiyi müəyyən mənada maddi və qeyri-maddi resurs dayanır. Təbii ki, bu bizim üçün də xoş deyil, amma biz düşünürük ki, zamanında müvafiq maarifləndirmə düzgün olsaydı, yəqin ki, biz bugün o 14%-də görməmiş olardıq.